Salam, Pensiyadan Nə Xəbər kanalına xoş gəlmisiniz. Xəbəri keçməzdən əvvəl kanala abunə olub bildirimləri açın ki, yeni xəbər gələndə ilk sizin xəbəriniz olsun. İndi isə keçək videomuza. Əlillik hansı hallarda müddətsiz təyin olunur? Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq bir sıra hallarda əlillik müddətsiz təyin edilir. Demokrat AZ xəbər verir ki, bu barədə Dost TV-nin efirində yayımlanan sosial saat verilişində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Departament müdirinin müavini İlkin Yusifov məlumat verib. O bildirib ki, geri dönməz proseslər olduqda, müəyyən anatomik və ya psixi pozuntu hallarında əlillik birbaşa müddətsiz təyin olunur. Həmin qərarla təsdiqlənmiş meyarlara əsasən 300-ə yaxın halda əlillik müddətsiz təyin olunur. Həmçinin əlilliyin qiymətləndirilməsi qaydasına əsasən orqanizmin funksiyalarının pozulması 81-100% aralığında 1-ci dərəcə ardıcıl olaraq 4 il, 61-80% aralığında 2-ci dərəcə ardıcıl olaraq 10 il və 31-60% aralığında 3-cü dərəcə ardıcıl olaraq 15 il müddətinə müəyyən olunduğu halda növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən olunur. Bundan başqa qanunvericiliyə əsasən pensiya yaşına çatmasına görə sosial ödəniş almaq hüququ olan şəxslərə də əlillik müddətsiz təyin olunur.